Sən mənə güləcəksən yoxsa yox? Sən mənə güləcəksən. Şiə məscidində namaz qılmaq olar ya yox? Qardaşım, belə şey yoxdur. Şiə məscidi, sünni məscidi, yaxud sələfi məscidi, bütün məscidlər Allahın evidir. Orada şiə də namaz qıla bilər, sünni də namaz qıla bilər, başqa firqənin sahibləri də girib namaz qıla bilərlər. Şiələrin məscidində namaz qılmaq olar, yoxsa olmaz? Və cavab odur ki, olmaz. Birincisi, cavab olmaz deməzdən öncə, yəni icazəli deyil deməzdən öncə, burada növbəti bir məsələyə toxunuruq. Ümumiyyətlə, bu məsələ icazəlidir, icazəli deyildir məsələsi. İkincisi də ki, namaz doğru sayılır və ya doğru sayılmır məsələsi. Məsələn, bir insan girir məscidə, orada namaz qılır, şiə məscidində çıxır. Bu insan günah etdi, orada namaz qıldığına görə. Başa düşdün, əxi? Allahu Akbar, Allahu Akbar, qardaşım.